Salam dostlar, hər vaxtınız xeyir olsun. Əvvəla videonu yeni izləyənlər və kanalı yeni kəşf edənlər bu videonu izləməzdən öncə bundan öncəki səbəbsiz nəticə adlı videomuzu izləmələri tövsiyə olunur. Çünki o videoda səbəb və nəticə arasındakı əlaqələri, onlar arasında olan spesifikliyi və asimetriyanı izah etmişdik. Bu videoda isə yadınızdadırsa həmin videoda Craig'in 3 arqumentini səsləndirmişdik. Hansı ki 2 öncül və 1 nəticə olan iddiasını deyirəm. Həmin iddianın ikinci öncülünü, yəni kainatın da bir başlanğıcı var. Bu iddianı bu videoda müzakirə edəcəyik. Kainatın da başlanğıcı var. Bu iddia, yəni kainatın başlamağı tam olaraq nə ifadə edir? Gəlin görək. Craig və onun tərəfdarları tam olaraq bu hadisəni necə izah edir? Tanrı zamanı yaradaraq özü də onun içinə daxil olur. Belə çıxır ki, heç nə, o cümlədən Tanrı da zamanın özündən böyük deyil. Əgər zaman sonludursa və Tanrı da zamanı yaradaraq onun içində mövcuddursa, deməli Tanrı da sonlu zamana malikdir. Amma teistlərin və Craig'in iddialarına görə Tanrı başlanğıcsız bir varlıqdır. Bu zaman başlanğıcı olmayan bir varlığın sonlu bir yaşa sahib olduğu nəticəsini alırıqsa, o zaman Craig və tərəfdarları bunu daha yaxşı formada izah etməlidirlər ki, kainatın niyə görə başlanğıcı var. Deməli Craig kainatın sonlu yaşa sahib olduğunu göstərmək üçün kainatın başlanğıcının olduğunu göstərməsi yetmir. Eyni zamanda onun başlanğıcı olan və eyni zamanda sonlu olan bir varlıq olduğunu göstərməsi lazımdır. Teistlər öz iddialarını fəlsəfi və elmi olaraq təməlləndirməyə çalışır. Amma bir daha deyirəm ki, məsələnin elmi tərəfi ilə mənim kanalımın əlaqəsi olmadığına görə mən daha çox məsələnin fəlsəfi təməlləri üzərində fikirlərimi bölüşəcəm. Dini iddiaları bir-bir gözdən keçirsək və həmçinin Craig'in iddiasını göz önünə alsaq, məhz ilkin başlanğıcla bağlı təsəlsül problemi qarşımıza çıxır. Təsəlsül problemi tam olaraq nədir? Buna toxunmazdan əvvəl zamanı və sonsuzluğun iki ayrı xüsusiyyətini izah etməliyəm ki, videonun irəli dəqiqələrində arqumentə cavab verərkən bu terminlər bizim çox istifadə edəcəyimiz anlayışlar olduğuna görə sizə çətinlik yaratmasın. Craig və onun tərəfdarları zamanın sonsuzluğunu iki yerə ayırır. 1. Zamanın sonsuza yönəlik və mövcud olub bitən sonsuzluğunu, faktiki sonsuzluq, yəni aktual sonsuzluq, zamanın gələcəkdə baş verəcək sonsuzluqlarını, yəni hal-hazırda mövcud olmayan və gələcəkdə mövcud olacaq sonsuzluğu isə potensial sonsuzluq adlandırır. İndi isə Craig'in iddiasını yenə də formalaşdıraq ki, daha yaxşı anlayaq. Aktual sonsuzluq mövcud ola bilməz. Zamanda geriyə doğru getmək aktual sonsuzluqdur. Buna görə də keçmiş zaman mövcud ola bilməz. Videonu sistemləşdirdikdən sonra bir-bir onun öncüllərini izah edim ki, sizin üçün də rahat olsun. Aktual sonsuzluğun bayaq nə olduğunu demişdim, amma burada öncüldə aktual sonsuzluğun mövcud ola bilməyəcəyini deyir Craig və tərəfdarları. Zamanın linear, yəni düz xəttli olduğu bir anlayışda indiki zamana gəlib çatmaq üçün zamanın sonsuz olmaması gərəkir. Yəni əgər keçmiş zaman silsilələri sonsuzdusa, indiki zamana gəlib çıxa bilməzdi. Düşünün ki, mən hal-hazırda video çəkirəm və bu video çəkməyə müəyyən səbəblər var və həmin səbəblərin özünün də səbəbləri var. Belə-belə bu bir sonsuz səbəblər silsiləsi yaradır. Əgər səbəblər sonsuzdursa, mənim hal-hazırda video çəkməyim mümkün olmazdı. Çünki bunun özü də bir sonsuzluğun tərkibi hissəsi olduğuna görə heç vaxt reallaşa bilməyəcəkdi. Öncülün ikinci hissəsində isə zamanın keçmişə getməsi aktual sonsuzluq olaraq görülür ki, zaten bunu mən izah elədim. Üçüncü öncüldə isə buna görə də məhz zamanın keçmiş sonsuzluğa sahib ola bilməyəcəyi vurğulanır ki, bunu da ziddiyyətlərlə izah elədim. Əgər bu mülahizələrin zamanın keçmiş sonsuzluq ehtiva edə bilməyəcəyini sübut edirsə, o zaman simmetrik şəkildə eyni formada gələcəyin də sonsuz ola bilməyəcəyini sübut etməlidir. Gəlin bu iddialar, yəni 3 öncülü gələcəyin sonsuz ola bilməyəcəyi formasında formalizə edək. 1. Aktual sonsuzluq mövcud ola bilməz. Zamanın irəliyə doğru getməsi aktual sonsuzluqdur, amma buna görə də zamanın irəliyə doğru sonsuz olması mümkün deyil. Çox zaman Craig və tərəfdarları bu iddiaya məhz bayaqları vurğuladığım kimi gələcəkdə baş verən hadisələrin aktual sonsuzluq deyil, potensial sonsuzluq olduğunu iddia edirlər. Niyə görə belə iddia edirlər? Bunun səbəblərinə də birazdan toxunacağam. Amma çox maraqlı bir fakt var ki, bu iddianı önə sürən həm Craig, həm də digər teistlər özləri əbədi bir həyata inanırlar. Hansı ki, sonsuz cənnət və sonsuz cəhənnəm anlayışları əgər gələcək aktual olaraq mövcud ola bilirsə
və bu iddianın özünə görə də aktual gələcək ziddiyyətlidir və ola bilməz. Deməli, əslində əbədi cənnət və cəhənnəm anlayışları da mövcud olmamalıdır. Amma bu məhz teistlərin öz inancları ilə ziddiyyət təşkil edir. Bəli, teistlərin və Craigin bu suala verdiyi cavab budur ki, gələcəkdəki baş verən hadisələr hələ mövcud olmadığı üçün onlar aktual sonsuzluq yox, məhz potensial sonsuzluqdur. Craigə görə potensial sonsuzluq nədir? Sonlu və heç vaxt sonsuzluğa çatmayan bir hadisələr silsiləsi və bunun aktual sonsuzluqdan, yəni keçmişdəki baş verən və artıq tamamlanmış sonsuzluqdan fərqi budur. O hələ mövcud olmadığı üçün biz həmin sonsuzluğu sayıla bilən sonsuzluq olaraq görə bilmirik. Həqiqətən də belədirmi? Həqiqətən də gələcək hadisələr potensial sonsuz və keçmişdəki hadisələr aktual sonsuzdurmu? Buna bizim zamana olan baxışımız əslində daha fərqli cavablar və yanaşmalar göstərməyimizə səbəb ola bilər. Misal üçün, zamana eternalist baxış açısı ilə yanaşsaq, əslində belə bir ayrımın olmadığını görə biləcəyik. Eternalist baxış zamana əbədiyyətçi yanaşma deməkdir. Yəni keçmiş, indi və gələcək zaman əslində eyni anda mövcuddur. Çünki Craigin iddiasına görə və Craigin indiki zamanın yalnızca real olan zaman olduğunu qəbul etməsinə görə nə keçmiş zaman hal-hazırda mövcuddur, nə də gələcək zaman. Çünki keçmiş zaman artıq var olub bitib, gələcək zaman isə hələ baş verməyib və onun baş vermə potensialı var. Amma gəlin görək ki, bu iddianın öz içərisində də müəyyən qədər xətalar mövcuddur. Çünki Craig keçmişin baş vermədiyini iddiasına qəbul edə-edə keçmişdəki hadisələri sayıla bilən olaraq görür, amma gələcəkdəki hadisələr baş verməsə də onları sayıla bilən olaraq görmür. Amma birazdan verəcəyim nümunədə görəcəyik ki, gələcəkdə baş verən hadisələrin də əslində mövcud olma ehtimalı onlara istinad edə biləcəyimiz anlamına gəlir. Təbii ki, biz burada eternalist zaman anlayışını bir kənara qoyacağıq. Çünki bizim burada məqsədimiz iddianı doğru qəbul edərək ona cavab verməkdir. Buna görə də zamanın Craig və digər teist tərəfdarların qəbul elədiyi kimi linear, yəni düz xəttli olduğunu qəbul edərək arqumentə cavab verəcəyik və görəcəyik ki, zamanı linear olaraq da qəbul etsək, bu arqumentin tutarlı heç bir tərəfi yoxdur və öz içərisində ziddiyyətlər daşıyır. Keçmiş və gələcək zamanın bir-birindən fərqlənməsi, yəni birinin aktual, digərinin potensial sonsuzluq ehtiva eləməsi üçün Craigin bizə burada bir simmetriya qırıcı və yaxud da simmetriya pozucu təqdim etməsi gərəkir. Amma Craigin verdiyi misal çox absurddur. Craigin burada simmetriya pozucusu bir tərəfin mövcud olub bitməsi, digər tərəfin isə hələ mövcud olmaması anlayışıdır. Əslində iddia baxımından bu iki anlayışın o qədər də bir önəmi yoxdur. Və Craigin gələcək zamanın hadisələrinin, misal üçün ona sual versək ki, gələcəkdə neçə hadisə baş verəcək sualına Craig belə cavab verir. Gələcəkdəki hadisələr sonlu, amma heç vaxt sonsuz olmayacaq miqdardadır. Bu ya verilən suala xətalı cavab verməkdir və yaxud da verilən suala deyil də başqa bir suala cavab verərək sualın məğzini dəyişdirmə xətasıdır. Hər iki cavab da öz arqumentdən, yəni kəlam kozmoloji arqumentdən və ya hüdüs dəlilindən kənara çıxır. Gəlin sayğac nümunəsi ilə əslində Craigin iddiasının xətalı olduğunu göstərək. Düşünün ki, bir sayğac var və bu sayğac 1 dəqiqədən sonra hərəkətə başlayır. Növbəti 1 dəqiqədə daha bir dəfə hərəkət edir. Növbəti 2 dəqiqədə yenə bir hərəkətini tamamlayır və bundan sonra isə sonsuz şəkildə hərəkət edir. Düşünün ki, biz sual veririk ki, sayğac neçə dəfə hərəkət edir və yaxud da edəcək? Bu suala cavabımız sonlu formada və sonsuza çatmayacaq şəklində olarsa, bu sualımızın cavabına ya xətalı cavabdır, ya da ümumiyyətlə sualın məğzinə verilmiş cavab deyil. Sualın düzgün cavabı sayğacın sonsuz şəkildə hərəkət etdiyi olacaq. Yəni iddianı belə ümumiləşdirsək, əslində gələcəkdə baş verən, mövcud olan hadisələr də aktual sonsuzluq ehtiva eləyir və əgər gələcəkdəki hadisələr də aktual sonsuzdursa, bu keçmişdə baş verən sonsuz hadisələrlə eyni tərəzidə qəbul görməlidir və bu qəbul görmə sırasında da biz keçmiş sonsuzluğu qəbul eləmiriksə, avtomatik olaraq gələcək sonsuzluğu da qəbul etməməliyik. Amma gələcək sonsuzluğu qəbul eləməsək, bu zaman həm arqumentin özü ilə ziddiyyətə düşürük, həm də teistlərin əbədi həyat inancı ilə ziddiyyətə düşmüş oluruq. Craig və tərəfdarlarının sonsuzluqla bağlı daha bir tənqidi var ki, bu Hilbertin oteli adlanır. Hilbertin otelini aşağı-yuxarı belə izah eləmək olar. Sonsuz şəkildə otaqları olan və ağzına qədər dolu olan bir otel düşünün. Hilbertin oteli sonsuzluğun riyazi olaraq bildiyimiz sonsuzluğun real həyata tətbiqini izah edən bir riyaziyyatçı nümunəsidir. Və Craig bu nümunəni tənqid eləyir. Deyir ki, düşünün ki, otel ağzına qədər doludur və otaqda bir dənə belə olsun boş yer yox və otelə bir dənə
qonaq gəlir. Əgər otaq sonsuz saydadırsa, o zaman Hilbert otelinin sahibi hər bir qonağı bir sonrakı otağa keçirdərək həmin o qonağa yer tapa bilər. Amma bildiyimiz kimi real aləmdə bunun bu formada izahı xətalıdır və intuisiyamıza yad görünür. Yəni Craig deyir ki, misal üçün düşünün ki, kitabxanada sonsuz miqdarda kitab var və biz o kitablardan birini götürürük. Bu zaman yenə də oradakı kitabların miqdarı eyni sayda qalır. Amma burada Craigin elədiyi bir xəta var. O, sonlu rəqəmlərlə edilən riyazi işləmləri sonsuz ədədlərlə edilən riyazi işləmlərlə qarışdırır. Sonsuz çoxluqda istifadə olunan riyazi işləmlər nisbi tamamlayıcılıq olaraq götürülür. Misal üçün götürək ki, A çoxluğunun elementləri 2, 3 və 4 olsun. B çoxluğunun elementləri isə 3, 4 və 5 olsun. B çoxluğunda A çoxluğunun nisbi tamamlayıcısı 6 rəqəmidir, yəni 6 elementidir. Yəni bu çoxluqdan və Hilbert otelindən cüt ədəddəki qonaqları çıxartsaq, yerində yenə də sonsuz miqdarda qonaq qalması sonsuz riyazi ədədlərin bir-biriləri ilə çıxılması zamanı sonsuz cavabının alınması bunun heç də ziddiyyətli olmadığı anlamına gəlir. Yəni bu işləmlər bizim gündəlik görünən həyatımızla uyğunlaşmasa da riyazi olaraq bu modelin keçərli olduğu sübut olunub. Gəlin videonun əvvəlindən tam olaraq nələri dedi, bunları ümumiləşdirək ki, tam olaraq anlaşıqlı olsun. 1. Craigin iddiası sonsuz keçmişə yönəlik ardıcıl proseslərin olmadığı ilə yönəlik idi. Biz isə bunun simmetrik ola biləcəyini iddia elədik. Yəni əgər keçmiş sonsuz mümkün deyilsə, keçmiş gələcək də olmalı deyil. Craig və tərəfdarları buna aktual və potensial sonsuzluq olaraq iki ayrım edərək cavab verməyə çalışdılar. Biz gələcəkdəki hadisələrin də əslində aktual sonsuzluq olduğunu iddia elədik və əgər gələcəkdəki hadisələr də aktual sonsuzluğu ehtiva eləyirsə, o zaman keçmişdəki sonsuz hadisələr mövcud deyilsə, gələcəkdəki sonsuz hadisələr də mövcud olmayacaq. Amma bu iddiada həm iddianın özü ilə, həm də teistlərin öz inancı ilə ziddiyyət təşkil edir. Bəli, aşağı-yuxarı videonu bu formada qısaltmaq və xülasəsini vermək mümkündür. Əgər bu video ilə bağlı sizin şərhlərinizdən yeni suallar doğarsa və yaxud da mənim ağlıma daha yeni arqumentlər və yeni cavablar gələrsə, videonun 3-cü hissəsində çəkə bilərik. Videonu bəyəndinizsə və bu kimi videoların ardının gəlməyini istəyirsinizsə və yaxud da sizin suallarınız, sizin video tövsiyələriniz varsa, şərhlərdə bildirərək videonu da dostlarınızla paylaşaraq bizə dəstək ola bilərsiniz.